Natural Azərbaycanlıyam və avaram. Bununla da qürur duyuram. Assalamu aleyküm. Deməli, TikTok platformasında mən bu qardaşı tanımışam, videolar qabağıma çıxıb. Əvvəllər bu qardaşa kommentariyalarda söz soxurdular, belə deyək. Son zamanlar başlayıblar bunun haqqında videolar çəkməyə, bunu məsxərəyə qoymağa, bunu lağa qoymağa. Qoy qeyd edim ki, Fərhad bir Azərbaycanlı kişisidir, bir Azərbaycan oğludur. Onun danışığı, onun geyimi, onun hərəkəti əsl Azərbaycan kişisinin hərəkətləridir. Bu oğlanın məsxərəyə qoymaqda məqsəd nədir? Nə üçün bunu məsxərəyə qoyursunuz? Lağa qoyulacaq, məsxərəyə qoyulacaq o qədər gədə-güdələr var ki, siz gəlib bu cür qeyrətli oğlanı mı məsxərəyə qoyursunuz? Bu cür oğlanların qədrini bilmədiyinizə görə, onlara dəyər vermədiyinizə görə meydanı vermişsiniz. Baxıram səhifənizə haqqında heç bir video çəkib paylaşa bilmirsiniz. Çəkinirsiniz, qorxursunuz. Amma onlar Azərbaycan kişisinin adına ləkədirlər. Onların bu ölkədə yaşaması bizim adımıza, bizim kişi adımıza ləkədir, xələl gətirir onlar. Kənardan baxanda Azərbaycanın oğullarının içində onlar da görsənir. Amma bizim oğlanlarımız qəhrəman olublar. Bizim oğlanlarımız dünyada öz sözünü deyirlər qəhrəmanlığına görə. Siz gedin o cür üzdən İraqlar haqqında video çəkin, onları tənqid edin ki, bəlkə onlar həya edib oturdular bir yerində. Düzdür, onların həyası yoxdur. Sən durasan, Fərhadı lağa qoyasan, onu məsxərəyə qoyasan, vallahi bu düzgün hərəkət deyil. Mən sərt şəkildə danışmaq istəmirəm. Yəqin ki, məni başa düşürsünüz mən nə demək istəyirəm. Özünüzə reyting yığmaq üçün, özünüzə kommentariya yığmaq üçün belə şeylər etmək lazım deyil. Kişi, kişinin yanında olar. Qeyrətli oğul, qeyrətli oğlunun yanında olar. O üzdən İraqlar da üzdən İraqın yanında olurlar. Çalışın, yaxşı oğlanların, yaxşı kişilərin, öz stoykasını saxlayan oğlanların hər zaman yanında olun. Və bu bizim kişilik borcumuzdur. Bu bizim insanlıq borcumuzdur.